Ahmet, qısaca deyib keçəcəm üzərindən. Toralla bağlı çox vacib qeydlər elədin. Birə-bir hər biri ilə razıyam. Əlavə geniş şərhə ehtiyac yoxdur. Xüsusi məsələ ondan ibarətdir ki, Toralın 30 yaşı yoxdur. 30-31 yaşı olsa hardasa razılaşardım. Pulun arxasınca getməsi təbiidir. İstəyən halda futbolçunun pulun arxasınca, yəni hər bir insan pulu birinci düşünür. Normaldır. Amma sadəcə Toralın 25 yaşı olması, sənin də qeyd etdiyin kimi Çempionlar Liqasında ən son çıxış etmiş bir klubun şərəfini qorunması, Qarabağ kimi çaplı bir klubda artıq ona kifayət qədər əsaslar verirdi ki, daha yaxşı yerə getsin, daha bir yaxşı səviyyədə kluba getsin. Əsla və əsla Bursasporu burada aşağılamaq niyyətim yoxdur. Bursada olmuşam, Bursasporun arenasında da, stadionda da olmuşam. Möhtəşəm stadionu var, möhtəşəm azarkeşləri var. Futbol şəhəri ilə yaşayan bir şəhərdir. Təbii ki, bu müzakirə oluna bilməz. Məsələ ondan ibarətdir ki, Türkiyədə aşağı liqalarda futbol daha çox kölgədə qalır. Bəzi başqa aspektdən yanaşmalar daha çox ön plana çıxır. Və digər tərəfdən bizim əvvəlki illərdən nümunələrimiz var ki, heç də uğurlu olmayıb. Məsələn, Namiq Ələsgərov, yaxşı xatırlayıram, Neftçi ilə çempion olanda, bombardir olub daha doğrusu Neftçi ilə, Neftçidən ayrılmışdı. Yaxşı pullar müqabilində ayrılmışdı. Uğurlu ola bilmədi. Hələ o dönəmki Bursaspor daha güclü Bursaspor idi. Bundan başqa ən azından bir, məncə 50-nin üstündə son 5-6 ildə, son 10 ildə bizim Türkiyənin aşağı liqasına çıxış edən futbolçularımız olub. Ən son məsələn Ramil Şeydiyevin özü gəldi ora, uğurlu ola bilmədi. Mahir Əmrənin özü hətta Super Liqaya gəldi, uğurlu ola bilmədi. Mən də düşünürəm ki, doğru addım deyil. Tək ki Toral hamımızı yanıltsın. Toral uğurlu çıxış etsin. İnşallah. Biz yalnız buna sevinə bilərik. Amma düşünürəm ki, tüneldə o qədər də işıq görünmür. Bax, indi mən sənə adi bir dənə misal çəkim. Qarabağ struktur baxımından Tural bütün karyerasını Qarabağda keçirib. Düzdür? Bax, Qarabağ saat kimi işləyən bir komandadır. Yəni, hər şey bəllidir. Sistem bəllidir. Özünü necə aparacağın bəllidir. Nə bilim, adi tutaq ki, yeməkxanasından məşq meydanına kimi klubun ümumi xarakterik olaraq nələrin eləyib, nələrin elənməyəcəyi bəllidir. Zavoddan yeni çıxan maşındır da, otur sür. Ay, sağ ol. Yəni, sən burada adaptasiya üçün böyük vaxt itirməyə ehtiyacın yoxdur. Bəlkə də elə o Qarabağa transfer olunan futbolçuların qısa bir zamanda belə performans göstərməsinin əsas səbəblərindən budur. Bax, Türkiyə əsasda 2-ci liqa, yəni Türkiyənin 1-ci liqası. Bax, Bursaspor. Qardaş, hər gün xaosdur. Yəni, çox Göyəzən dağı ilə Everest qədər fərq var. Məşqçi gedir, məşqçi gəlir, futbolçu gedir, tək məşqçidən yox. Ümumiyyətlə, oradakı futbola, nə bilim, hər hansı bir uğursuzluqda elə bir presiya olur ki, xaos, aləm deyil bir-birinə. Yəni, bunların biri var ki, Qarabağda tək futbola, ailəvə köklənib, həyatını yaşaya bilirsən. Amma Türkiyədə ən balaca bir uğursuzluqda belə, hətta Bursaspor kimi böyük komandadan söhbət gedir, ha. Bəli. Yəni, elə bir xaosun sizə düşə bilərsən ki, başını tutarsan ki, mən hara gəlmişəm. Bu birinci məsələ. İkinci məsələ. Yadıma gəlirsə, biz burada verilişlərimizin birində danışmışdıq ki, Azərbaycan futbolunda ən böyük problemlərdən biri marketingdir. Bəli. Bax, indi mən sənə sual verirəm. Qardaş, belə bir CV-si olan futbolçu hara getdi? Türkiyənin aşağı liqasına. Düzdür? Sən qurban olun. Bax, indi yenə ürəyim partlayacaq. Necə olur ki, Gürcüstanın Pervi liqasından, 1-ci liqasından cəmaat 700 min, 800 min avroya transfer olur Portuqaliyaya, nə bilim, İspaniyanın 2-ci liqasına, Şotlandiyaya, Macaristana. Bu demək ki, burada problem var da. Yəni, tək o deyirik, Azərbaycanda futbolcu çıxmır. Bax, indi bu sözləri deyirəm. Sabah mənə dedilər ki, bəsdir də, qardaş, sən elə, qardaş, bu reallıqdır da. Bax, necə olur ki, bizim Çempionlar Liqasında möhtəşəm oyunlara çıxmış, elə bir dənə qol yazmasalım, bodu kliplə 40 metrdən vurdu, Tural Bayramov qolu.
milli komandada stabil çıxış eləyən, CV üzərində möhtəşəm CV-yə sahib olan futbolçu gedir Türkiyənin ikinci liqasında. O Bizdə da hələ yeni yüksəlib də. hələ o da indi yeni yüksəlib. Deməli bizdə problem tək futbolçu çıxmamaqda deyil də, bizdə ümumilikdə hər şeydə problem var. Bəs hanı sənin marketinqin, nə bilim, Scout. yəni valla hardan tursan belə əlində qalır məsələ. Razıyam, bu əslində çox vacib nöqtəyə toxunur. Bu dostlarımız da var, menecer, scout, bu reallıqdır, amma biz acı həqiqəti mütləq dilə gətirməliyik. Deyirlər ki, üzr istəyirəm xana oğlan. Deyirlər ki, Azərbaycan çempionatından futbolçu aparmaq çətindir. Düzdür? Qardaş, bu Azərbaycan çempionatında oynamayıb bax bu adam. Bu adamın son 3 ilinə baxsan bəlkə bir 70-ə yaxın Avrokubok oyunu var. Özdə 25 yaşı var da, 35 yaşı yoxdur ki. Düzdür? Yaşı da kifayət qədər. Deyəcəklər ki, yaxşı pul aldı. Alsın, daha da çox alsın. Allah daha da çox eləsin.